Herkese selamlar. Azerbaycan milli komandasıyla beraber PLC oyununda bugün Dünya Çempionatındayıq. Grubumuz gördüğünüz gibi Belçika, Ekvador ve İngiltere yığımlarından təşkil olunub. İndi isə qrupun ilk oyununa keçək. İlk oyunda bizim rəqibimiz Ekvador olacaq və Ekvador üzərində qalib gəlib qrupla qələbə ilə başlamaq təbii ki də istəyirik. Görə bu istəyimiz başlayacaq yoxsa yox və Azərbaycan Ekvador maçı hazırki an itibariyle start götürür. Biraz xozunalaq və maça başlayırıq. Kenan vuruşu ilə bərabər Elvin pasını verir Kenana. Kenanın pası keçir. Burada Coşkun'a. Coşkun eləyir. Coşkunun pası burada keçmədi. Ekvador futbolçuları topun bir əmrə sahib oldular. Geri pas verilir. Bervisin pressing bəhra vermir burada. Topu almaq lazımdır. Almaq mümkün olmadı topu. İkinci pressing hakim qaydan pozulduğunu bildirir. Elvin'in foul ettiğini burada görüşün baş hakimi bildirdi. İndi uzun bir cəmizə vəsəsi görürüz bir yerinə yetirildi. Ötürmə uzun bir pas alındı ama burada imkan vermirlər. Topu aldın Elvin. Əla pas Musa istiqamətində. Musa'ya imkan vermirək. Əla pas gəlir indi. Kenana qarşı qayda burada pozulur və cəmizə vəsəsi yetirəcək Azərbaycan millisinin futbolçuları. Qapıya doğru bizə gəlməlidir. Çox biraz bək zərbə alınacaqdı. Qapıcı Pedro qapısında diqqətli olur. Topu qapıya keçməsinə imkan vermir. Pedro'nun uzun pası. Eli topu qarşılayan futbolçu Emin'dir. Emin sürət yığır Emin. Emin ələ pası Coşkun'a. Coşkun içəri daxil olur. Coşkunun pası keçmir burada. Top yenidən Ekvador yığmasının futbolçularında qaldı. Uzun pas gəlir. Konzalo'nun böyle bir sürətlə ilerleme çalışır Konzalo topu almaq mümkün olur. Coşkunun pası. Əla pas şimdi var Kenan'ın pas Musa istiqamətində. Musa'nın pasında ötürməsi Surxaya indi irəliləyir cinahla. Əla pas. Musa'nın zərbəsi top qapıdan asfaya alalı keçir. Mane oldular. Əla pas. Zərbə lazımdır. Zərbə alına imkan vermir qapıcı Pedro. İkinci zərbə. Qapıcı topu dəf edir. 43-cü dəqiqə Azərbaycan millisi 2-cü zərbəsini dəfə yerinə yetirməyə haqq əldə edir. Görə bu 2-cü zərbəsindən sonra necə bir epizod yaralanacaq. Əla pasa doğru gəlir. Zərbəyə imkan vermir Ekvador yığmasının futbolçuları. İndi Ekvadorun şansı yarana bilər. İkisindən son dəqiqələrində amma müdafiəçilərimiz yaxşı topu almaq lazım. Topu aldıq indi. Topu alan Rahil'dir. Əla pas Musa istiqamətində. Musa zərbəsi qapıcı yine topu çıxarır. İkinci zərbə gələcək. İkinci zərbə qapıcı topu çıxarır. Və müdafiəçiləri və ilk hissə bitir. İlk hissədən sonra Azərbaycan 0, Ekvador 0. İndi ikinci hissə maçda start götürür Konzalo'nun vuruşu ilə bərabər. Burada Musa istiqamətində. Musa'nın pası Kenan'a. Kenan zərbəsi qapıcı yine fantastik bir sey daha edir. Və topu almaq mümkün olur burada. Musa eləyir. Musa zərbəsində yenə qapıcı topu dəf etməyi bacarır. Musa'nın pası. Kenan'a pas verir. Kenan'ın zərbəsi. Top müdafiəçilərə dəyir. Ekstra time 5 dəqiqə olacaq görüşdə. Əlavə olunan vaxt. Musa qaydan pozur. Hakim foul bu da verir. Görüşdə indi Musa topu itirir amma hakim bu dəfə eyni qayda pozuntusunu Ekvador futbolçularına qarşı edir. İndi burada bir ötürmə edib bir gol da vurmaq olar. Zərbə qapıcı yenə də komandasını qoldan xilas edir. Və ilk görüş bitir. Dünya çempionatının ilk oyunda millimiz Ekvadora qarşı oyunda qapıya 12 zərbə endirməsinə rəğmən Qrupun ilk oyununda milli komandamız Ekvadora qarşı oyunda 0-0 bərabərə qalır. Belçika isə İngiltərə ilə bərabərə qalır. Əslində qrupdakı ən asan rəqiblə oyunda biz xal almaq təəssüf ki mümkün olmur. İndi isə qrupun ikinci turuna keçəcək rəqibimiz bu dəfə İngiltərə olacaq. İngiltərəyə qarşı çox çətin bir oyun bizi gözləyəcək şübhəsiz ki. İngiltərə bildiyimiz kimi çox çətin bir milli komandalar və onlara qarşı qələbə qazanmaq kifayət qədər çətin olacaq. Sonuçta bərabərlik belə alsaq bu bizim üçün böyük bir uğur sayıla bilər. Nəinki İngiltərə Belçika belə bunlardan çətin yollarında gəlir. İlk hücum şansı yaşa bilərdi amma İngiltərə buna imkan vermirlər.
Bu hücum məntiqli olaraq geçilməz. Topu almaq lazım idi. Bunu almaq lazım idi. Topu ötürmələrdə səhv edə bilər ingilislər, amma bunu da eləmək lazımdır bu hücumlara. Nuke topu aldılar indi. Topu almaq lazımdır. Ay ya, Musa kırmızı kart vermə. Ay, kırmızı kart. Musa komandasını hazırda qoyur. Azərbaycan milli komandası hücumda artıq bir nəfərlə iştirak edəcək. Topu aldı Kenan'a, əla müdaxiləsi. Topu aldı Kenan. Haydi Kenan. Vur bunu Kenan. Vur bunu. Qapçı Aaron topun sahibi olur. Azərbaycan milli komandası ingilislərin xüsusi bir təzyiqi var. Onu görmək olar. Topu alma lazım indi. Topu uzaqlaşdırmaq Surxay. Surxayın pasında Elvin topadı. Elvin. İngilislər. Qapçı yine mükemmel oynuyor. Qapçısını burada Şahrüddin Mehmedəliyev. Ve ilk hissə bitirir. İlk hissədən sonra Azərbaycan 0, İngiltərə 0. Təbii ki də 10 nəfərlə qaldığımızı da nəzərə almaq lazımdır. İngiltərəyə qarşı oyunda bu da bizim üçün əlavə bir mənfi xüsusiyyət demək mümkündür. Burada İngilizlər. Joel top alır azdır. Joel. Diqqət olmaq lazımdır. Qapçımız yine mükemmel oynuyor. Topu var gücüyle, qüvvəsilə ulaşdı topu Kenan. Yerlə Kenan çox boşdur, çünki ona kömək edən komanda yoldaşları yoxdur burada hazırda bu epizodlar zamanı. Əla pas. Coşkun irəliləyir. Coşkun. Kenan. Kenan zərbəsi yaxşı alınmır burada. Qalmış Azərbaycana qarşı oyunda onlar istərsəmiz qollar vurmaq çalışırlar. Qapçı yenə topun sahibi olur. 7 dəqiqə bunun ikinci görüşün bu dəqiqədə Azərbaycan millisi təşəbbüsə yerənməyə başlayıb artıq. Millimiz təzyiqi artırır bu dəqiqələrdə. Coşkun içəri hara pas verir Coşkun. Pas yaxşı alınmır. Və 90 dəqiqə bitir. Azərbaycan 0, İngiltərə 0. İkinci sıra daha yaxşı oynadığımız oyundan sonra millimiz İngiltərəyə qarşı oyunda 0-0 hesablı bərabərliyə razılaşır. Və qruplarda artıq ikinci turda bitir. Azərbaycan 0, İngiltərə 0, Belçika Ekvadora 2-1 hesabı ilə qalib gəlir. Hazırda millimiz 2 xala qrupun üçüncüsüdür. Belçika ilə oynanan son maç çox vacib olacaq qrup ikinciliyi üçün. Bunun üçün qələbə qazanmaq təbii ki şərtdir. İndi isə gəlin keçək Belçika ilə olan oyuna. Qrupun son turudur artıq. Millimiz qrupdan çıxmaq istəyirsə bu maçda Belçikaya qalib gəlmək şərtdir. Və Azərbaycan-Belçika maçı başlayır. Belçika bizdən qat-qat güclü olan bir kollektiv olduğunu nəzərə alsaq, bu maçda qələbə qazanmaq çox vacib. Tubaldı Fərid. Fəridin pası çox bərbad bir pas alınır. Topu almaq lazımdır. O topu almaq mümkün olur indi. Əla pas. Elvinə. Elvin pas keçmə burada. Belçika topunu da aldılar. Oyna. Openda. Top fəs verir Jeremy'yə. Jeremy. Burada Oliver Maydı bu topu alan futbol. Əla pas indi. Kenan böyük bir sürət yığıb. Kenan irəliləyir. Kenan görə nə edəcək? Kenan zərbəsi. Qapçı topu dəf edir. İkinci tümə alınmır burada. Yaxşı alınmadı. Elvin. Real gol şansını əldən verir burada Azərbaycan millisi. 4 dəqiqə olub ilk hissəyə. Qeyd edək ki 4 dəqiqə. Əlavə 4 dəqiqə daha izləyəcəyik Belçika Azərbaycan oyunda və ilk hissə bitir. İlk hissədən sonraki 0-0 bərabərliyi var. Azərbaycan millisinin qapıya 2 zərbəsi varkən ki Belçika olan qapıya zərbəli görsənmir. Top aldı indi Azərbaycan millisi futbolçuları. Əla pas Surxaya. Surxaya imkan vermir Belçikalılar. Belçikalılar çox kompakt şəkildə futbol oynamağı sevən millilərdir. Milli komandada və yaxud da. Əla pas Jeremy'yə. Jeremy Doku. Jeremy çox diqqət olmazlığında bu futbolçuya qarşı mübarizələr zamanı qapıçımız Şahrüddin Mehmedəliyev qapısında diqqətli oynayır. Oyundakı ilk zərbəsi olacaq Belçikalıların ifasında. Az deyər topun hazırda gerisində oyuncudur. Qapıcı Şahrüddin Mehmedəliyev komandasını Real qoldan xilas edir. Az deyər topun oyundan daxil edəcəyin yenə. Az deyər. Qapıcı Şahrüddin müdafiə yaxşı oynayır. Topu uzaqlaşdırır Şahrüddin. Əla pas Fərid istiqamətində. Fərid əla şəkildə sıyrılır rəqibindən. Kənana pası Fərid istiqamətində.
Topu alma lazım. Pressing bəhrə vermir. İndi Rahil ilə üzbəüz Jeremy. Rahil topu itirir, qazanır yine Belçikalılar. Zərbə Şahruddin sonda imkan vermir. Növbəti ikinci zərbəsi olacaq Azərbaycan milli komandası tərəfindən, yox Belçika tərəfindən olacaq bu ikinci zərbəsi. Azder içeri pas və inanılmaz bir refleks və Şahruddin komandasını qoldan xilas edir. Belçikalılar təzyiqi artırıblar. Və nəhayət ki 90 plus 3-cü dəqiqə təzyiqi Belçika hesabı açır. Obenan qol sayəsində Belçika hesabı açır və bu qolla Azərbaycan millisi hesabda yenidən geri düşür. Yeni derkən ilk dəfə hesabda geri düşdük. İndi Kənanla son bir şans anı və təəssüf ki maç bitir. Millimiz qrupu sonuncu olaraq bitirəcək böyük ihtimalla. Və milli komandamız bu nəticələrin ardından təəssüf qrupunu sonuncu olaraq bitirir və millimiz qrupdan çıxa bilmir. Və növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.